Bu mərhələdə baş verən şeylərdən birisi də onların şiddətli şəkildə emosional olmasıdır və duyğular cəhətdən də çox həssas olmalarıdır. Bu mərhələdə baş verən şeylərdən birisi də budur. Belə bir halda onlarla davranmağın gözəl üslublarından birisi də nədir? Onları sən boş dayanmaqdan, vaxtını boş keçirməkdən və həmçinin tənha həyat sürməkdən uzaqlaşdırmağa çalışmalısan. Qoyma ki, övladın tənha qalsın uzun bir vaxt, boş qalsın. Çünki bu onun daha çox sıxıntılarını artıracaq, problemlərini artıracaq. Çünki bu iki şey həmin gəncin emosiyalarını oyadır və şəhvətlərini oyadır və başqa sıxıntı qapıları açır. Boş vaxt və tənhalıq. Və həmçinin belə halda sən çalış ki, övladını Allaha bağlayasan, Allah Subhanahu taalaya bağlayasan, ona Allah Subhanahu taalanın cənnətini xatırladasan və həmçinin ona Allahın əzabından qorxmağı xatırladasan. Çünki bu şeyləri, bu istəkləri, çətinlikləri ancaq sən Allah qorxusunu ona xatırlatmaqla, cənnətini ona xatırlatmaqla, Allahın əzabını ona xatırlatmaqla onu o şeylərdən çəkindirə bilərsən. Yəni boş olduğu zaman onun üçün fəsad və digər münkər qapıları açılmış olur. Ona görə də belə halda, bu mərhələdə, bu çətin bir halda onu sən necə cilovlaya bilərsən, necə doğru düzgün şəkildə tərbiyələndirə bilərsən? Deyir ki, ona Allahı xatırlatmaqla, Allahın cənnətini xatırlatmaqla, Allahın asilik edənlərə verdiyi əzabı xatırlatmaqla onu, boşluğunu xeyirli şeylərlə doldurmağa çalışmalısan deyir.